xanımın üzü gülürsə, o evdə hər gün bayramdır. Əgər üzü gülmürsə, bayramın da xeyri yoxdur. Xanımın üzü gülmürsə, əhval-ruhiyyəsi yaxşı deyilsə, qanı qaradırsa, o evdəkilər bayramın günü də sevinə bilmirlər. Çünki evdə ananın, xanımın əhval-ruhiyyəsi bütün ailəyə təsir eləyir. Həyat yoldaşı olaraq bəyə də təsir eləyir. O da qanı qaralır, əhvalı yaxşı olmur və hətta uşaqlara qarşı daha aqressiv davrana bilər. Ona görə də deyirik ki, əgər uşaqlarınızın üzünü güldürmək istəyirsinizsə, analarının üzünü güldürməlisiniz. Əgər uşaqlarınızın sağlam və xoşbəxt və özgüvənli yetişməsini istəyirsinizsə, ananı xoşbəxt etməyə çalışmalısınız. Bir ailədə ananın pozitiv olmağı, ananın depressiyada olmamağı bütün evə təsir eləyir. Bu, hətta uşaqların telefondan istifadəsinə qədər təsirli bir məsələdir. Bir uşağın yaxşı dərs oxuyub oxumamağı belə ananın əhvalı ilə bağlıdır. Bir bəyin evə vaxtı-vaxtında gəlməsi də xanımın əhvalı ilə bağlıdır. Bütün evin psixologiyası xanımın psixologiyasına bağlıdır. Bunu yaddan çıxarmayın.